Hər vaxtınız xeyir olsun, uşaqlar. Azərbaycan dili fənnindən blok imtahanına hazırlaşan abituriyentlər üçün yeni test izahlarına baxaq. Uğurlarım gəncliyimdəki xəyallarımın məhsuludur cümləsindəki sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Xəyallarım niyəli halda olan mücərrəd isimdir. Bilirik ki, daxilə aid olanlar, məsələn, arzudur, istəkdir, fikirdir, xəyaldır. Bunlar mücərrəd mənalı isimlərdir. Bəli, xəyallarımın mücərrəd mənalıdır və yəli haldadır. Deməli, biz bunu biri doğru götürürük. Sonra, təyin mənsubiyə şəkilçili isimlə ifadə olunub. Baxırıq, xəyallarımın məhsuludur. Nə uğurlarım? Hansı gəncliyimdəki? İsimlə ifadə olunub deyir. Xeyr, burada səhvdir. Çünki biz bir sözün hansı hissəsinə aid olduğunu bilmək istəyiriksə, onun başlanğıc formasına baxmalıyıq. Burada başlanğıc forma gəncliyimdəki sözüdür. Yəni, ifadə vasitəsi sifətdir. Deməli, içini çıxırıq. Cəm şəkilçisi qəbul etmiş sözlər fərqli haldadır. Uğurlarım, bir də xəyallarım. Uğurlarım adlı haldadır, xəyallarımın isə yəli haldadır. Üçü də doğru götürürük. İsmin birləşmə cümlənin baş özü vəzifəsindədir. Baş özü bilirik ki, mübtəda xəbərdir. Yəni, hər ikisindən biri və yaxud da hər ikisi isim birləşmə olduğunu bizə demək istəyir. Bəli, xəyallarımın məhsulu xəbərdir və isim birləşmə ilə ifadə olunub. Deməli, 4-də düzdür. Cavabımız olacaq 1, 3, 4. C variantı. Sonra cümlədə 3 fərqli hissəsinə aid söz var. Uğurlarım isimdir, gəncimdəki sifətdir, xəyallarım isimdir, məhsulda isimdir. Deməli, 2 fərqli hissəsinə aid söz var. Sonra ona keçirik. Uyğunluğu müəyyən edin. Sadə və düzəltmə sözlərin birləşməsi yolu ilə yaranan mürəkkəb sifət. Bir də əks məna sözlərin birləşməsi ilə yaranan mürəkkəb isim. Vəziyyətdə A variantına verib ki, çətin vəziyyətdə soyuqqanlılıq çox vacibdir. Soyuqqanlılıq mürəkkəb isimdir. Amma bunu şişə qoya bilmərik. Niyə görə? Çünki əks mənalı deyil. İkini çıxdıq. Sonra biz kənddə olanda Dərətəpəni, yaşıl çəməni xeyli gəzik. Dərətəpə mürəkkəb isimdir və əks mənalı sözlərdən yaranıb. Deməli, 2-yə B variantını qoyduq. Kənd uşaqları istiqanlı münasibəti ilə bizi sevindirdilər. İstiqanlı sifətdir, mürəkkəb sifətdir. Bir tərəfi sadədir, istissadədir, qanlı da düzəltmədir. Bunu da qoyuruq 1-ə. 1C, 2B. Sonra D variantına baxır. Əyri, öyrü. Heç bir varianta uyğun deyil. Mürəkkəb sifətdir, amma sadə və düzəltmə sözlərin birləşməsi yolu yaranmayıb. Y variantı heç birinə uyğun deyil. Cavab olacaq C. Sonra baxırıq 11-ə. Həkim Kərim yuxarı məhəllədə yaşayır. Birinci təhlil eləyək. Yaşayır. Kim? Kərim. Hansı həkim? Harada? Məhəllədə. Hansı? Yuxarı. Deməli, burada mövzu vəziyyətdə həkim burada təyindir. Kərim də mübtədadır. İndi bizdən deyir ki, iki sözün yeri dəyişdirsə, nə müşahidə olunar? Cümlə üzvlərinin sayının dəyişdiyi. Baxın, yəni, mən buna əl dəyməmiş, yəni, mövzu vəziyyətdə olduğu kimi baxsam, həkim Kərim, burada həkim təyindir, Kərim də mübtədadır. Amma mən bunu belə eləsəm, Kərim, həkim, olacaq artıq bir yerdə cümlə üzvü. Yəni, bu bir növünə yaxşıyır. Titul adları əvvəldə gələndə, məsələn, bəy Adil gəldi, kim Adil, hansı bəy. Amma titul adları ikinci tərəfə keçəndə Adil bəy gəldi, görürsünüz, bir yerdə mübtəda götürür. Eynən onu xatırladır. Deyir, cümlə üzvlərinin sayını dəyişdiyi, bəli. Yəni, dəyişir. Çünki mən bunu dəyişdirsəm, ilk iki sözü Kərim həkim olacaq və bir yerdə mübtəda olmuş olacaq. Deməli, mən bir düz götürdüm. 2-yə baxıram. Cümlənin quruluşunun dəyişmədiyi. Yəni, doğrudan da dəyişmir də. Fərqi nədir? Həkim Kərim yuxarı məhəllədə yaşayır. Yəni, sadə cümlədir. Olsun, Kərim həkim yuxarı məhəllədə yaşayır. Yəni də sadə cümlədir. Burada dəyişmədiyi deyir, düzdür. 1-lə 2-ni götürdük. Ən müstəqil cümlə üzvünün ifadə vasitəsinin dəyişmədiyi. Ən müstəqil cümlə üzvümüz bizim mübtədadır. Axı dəyişir. Yəni, belə vəziyyətdə mənim mübtədam Kərimdir. İfadə vasitəsi isimdir. Yəni, nitq hissəsi ifadə olunub. Düzdür. Amma mən bunu yerini dəyişsəm, mənim mübtədam Kərim bəy olacaq. İfadə vasitəsi nə olacaq? Artıq mürəkkəb ad. Deməli, 3 səhvdir. Dəyişir.
Sonra cümlə üzvlərinin təyinin işlənmədiyi, istər həkim olsun, olmasın, burada zaten bir dənə təyinimiz var yuxarı. Axı işlənib, burada yazıb işlənmədiyi, 4-də səhvdir. Mürəkkəb cümlə üzvünün işləndiyi, bəli. Yəni bu vəziyyətdə, həkim kərim vəziyyətində mənim mübtədam cümlə üzvlərimin quruluqca növü sadədir. Amma yerlərində işləsəm kərim həkim, yəni mübtədam artıq olacaq, ifadə vasitəsi mürəkkəb ad olacaq. Əgər mürəkkəb addısa, cümlə üzvü kim olacaq? Mürəkkəb cümlə üzvü. Deməli, bizim cavabımız 1, 2, 5 D variantıdır. Sonra baxırıq 12-yə. Deyir ki, kök, leksik, qrammatik sxemi yazın hansı növünə aiddir? Yazı bilirik ki, əşyavidir, şəklidir, fikridir, bir də hərfidir. İndi baxırıq nəyə? Yazın hansı növünə aiddir? Əşyavini oradan silirik. Çünki keçmişdə insanlar bir-birlərinə söz vasitəsilə hansısa bir əşyanı yollayırdı da, ona görə də bu C-ni çıxırıq. Bu da şəkildə olmayacaq. Niyə görə? Çünki əgər biz bir mağazaya gediriksə, məsələn, ayaqqabı mağazasına gedirik, həmin o ayaqqabı şəkili vurulubsa vitrinə və şəkildə olan içəridə varsa, bu şəklidir. Yəni fikirləşmirsən və yaxud da zooparka gedəndə şəkildə heyvan göstərilirsə, yəni içəridə, şəkildə olan içəridə də varsa, bu şəklidir. Amma yoxdursa, artıq fikirləşsənsə, bu olacaq fikri, yəni ideografik yazı növü. Məsələn, torpaq üzərində olan heyvanların ayaq izləri ideografikdir, işıq-forun işıqlarıdır, ideografikdir. Sonra riyaziyyatda üstəgəl çıxma, bölmə, H2O, ondan sonra kök, leksik şəkilçi, baş üzvlərin sxemləri və yaxud da ikinci dərəcəli üzvlərin sxemləri, bunlar hamısı ideografik yazı növünə aiddir. Deməli, mən bildim ki, artıq bu fikridir. Fikir də B-yə, Y-yə aiddir. Axı bizə nə deyirdi ki, sxem uyğun olan sözü göstərin. Bu da uyğunluq Y variantına uyğundur. Yəni kitab sözünün köküdür, ça leksikdir, larda qrammatikdir. Onun üçün də cavab olacaq Y variantı.